Məmir, baxaq. Ekranı hamı görür mü? Bəli. Amma biraz uzaqdan da kitab var da məndə. Tamam, Olanlar kitabdan deyil. da bakarsınız. Kitap olanlar kitabdan da bakarsınız. Məmir, deməli, bilirik ki, sətirlər üzərində əməllər yerinə yetirərkən len əmri sətri sayır, düzdürmü? İnformatika Bəli. sözündə deyir, neçə simvol var? Müəllimlər, bir var hansınısa nömrələmək, bir də var orada simvolları saymaq. Len sətrin uzunluğu deməkdir. Yəni simvolları sayır. Dərsim tamamında bir neçə dənə qeyd deyəcəm, qeyd götürərsiniz. Baxaq, informatika sözündə neçə element var? 11 dənə. Deməli, birincisində D bəndi. 2. Proqramı icra edin. Yenə len A, yəni A sətrindəki elementlərin sayını tapın. Azərbaycan sözündə neçə element var? 10. C bəndi doğrudur. Yəni neçə simvol var? Element yox. 3. Proqramı icra edin. İnformatika mühazirələri. Print len A, yenə informatika mühazirələrində neçə simvol var? Təbii ki, dırnaq içərisində olan hər şeyi sayırıq. Boşluğu da eyni zamanda. Neçə dənədir? 24. 24. Bəli, 24 dənə. 4. Demokratiya. Print A. Müəllimlər, Nömrələmə olacaq. yəni nömrələ görək Günay. ikinciyə nə düşür? Nömrələndə dedik sıfırdan başlayır. Bəli, C, M, M. D olur 0, E olur 1, M olur 2. Yəni M. Bəli. 5. Proqramı icra edin. Demokratiya print A0. Yəni A sətrində sıfırıncı simvol, bu da D'dir. Yəni birinci əslində sıfırla nömrələyirik. Bu da D hərfinə düşür. 6. Demokratiya print 0-4 aralığı. Biz nə demişik? Demişik ki, Python proqramında çapa verərkən sonuncu sərhəddi çap eləmir. Yəni sıfırdan başlayırsınız nömrələməyə. 0, 1, 2, 3. Burada dayanır. Bundan sonra keçmir. Bu da olur demo. A bəndi. 7. Proqramı icra edin. Demokratiya 1-6 aralığı. Yəni 1 ilə 6 aralığını götürün deyir. 0'ı götürmür. 0'ı götürmürsə D-ni götürmür. Bundan sonra nömrələməyə başlayırsınız. Bu da verir bizə hansı bəndi? B bəndini. 8. Proqramı icra edin. Yəni başdan 7-ciyə qədər. Baxaq, 0, 1, 2, 3, 4, 5, 6. 6'da dayanırıq. Dedik ki, sonuncu sərhəddi götürmür. Bu da olur demokra. A bəndi 8'də. 9. Proqramı icra edin. Print 5, yəni 5'dən başlasın, sonraya qədər davam eləsin. Bu da 0, 1, 2, 3, 4 dənəni çıxırsınız, qaldı ratiya. C bəndi. 10. Proqramı icra edin. 4, 20. simvollar aralığını götürün deyir. Başdan 0, 1, 2, 3 yazıb tulluyuruq. Qalanı götürürük. Bu da eləyir C bəndi. 11. Yenə başdan 17-ciyə qədər götürün deyir. Başdan 17-ciyə qədər götürəndə elə buradakı simvol sayı 17'den az olduğuna göre hamısını götürür. B bəndi. 12. Müstəqil Azərbaycan. Print find U017. Yəni 0-17 aralığında U'nun nömrəsini istəyir bizdən. 1.
0, o düşdü 1-ə. A bəndi. 13. Müstəqil Azərbaycan. Burada da deyir 0-10 aralığında y-nın neçənci olduğunu tapın. Müəllimlər, 0-10 aralığında y simvolu düşmür, düzdürmü? Düşmədiyinə görə də burada olur cavab -1. Əgər zəhmət olmasa ehtiyac olmayanda mikrofonları bağlayaq müəllimlər. Əgər axtardığımız aralıqda bizə lazım olan simvol yoxdursa cavaba -1 çıxır. 14. Proqramı icra edin. Müəllimə bir dəqiqə bunu bir də izah edin, anlamadım. Necə? 0-10 aralığında gəlin sayaq, baxın. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni böyük A-nı götürür, buradan o tərəf daxil deyil. 0-10 aralığına müstəqil A daxildir. Bu aralıqda da Y yoxdur. Y yoxdursa, yəni axtardığımız simvol həmin aralıqda yoxdursa cavab olur həmişə -1. B bəndi. Aydındır, sağ olun. Buyurun. 14. Proqramı icra edin. Müstəqil Azərbaycan. Print 0-16 aralığında E hərfi. Gəlin nömrələyək. 0, 1, 2, 3, 4-cüyə düşür. O da oldu A bəndi. 15. Proqramı icra edin. Int neynir? Int'in funksiyası nədir müəllimlər? Müəllim, tam olur da, tamı çevirmək deməli. 123 olacaq. Sətri ədədə çevirir. Xat içərisində olan 123'ü adi 123 şəklində çap eləyir. A bəndi. Bəli. Tama çevirdik. Input Aha. isə sətrə çevirir. Sonra nə deyir? Yenə 12,5. Dedi ki, int tam hissəni götürür. 12,5'in Bəli, tam 12. hissəsi 12. 17. Proqramı icra edin. Tamı lazımdır. Müəllimlər, O zaman mənim tam yoxdur axı, sətr demək. burada sətr tipidir. Sətr tipində tam ədəd olmadığına görə bizə cavab həmişə error verir. 18. Print int 12. Yəni heç nə, 12'ni çap elə eləyəcək A bəndi. Növbətiyə baxaq. Proqram. Bu. Bir Aa, dəqiqə, Mən tam Var. sətr bir deyir dəqiqə də. səbir. Dəhlizə baxam. Dəhlizəyəm deyən müəllimlər var. 100C variantı olacaq deyəsən. Int sətr tipidir də. Bir dəqiqə səbirli ol. Bu Dəhlizə olsa bax. kəsrə çevirmək deyirik. 19'da. Proqramı icra edin. Flat. Neynir bu? Bu Kəsr müəllim, kəsr səsdir. kəsrə çevirir. Kəsrə çevirəndə də 123.0 C var. cəbən. 20. Proqramı icra edin. Float Kəsr çevir. 12,5 kəsirdir, yenə də kəsir istəyir. 21. Proqramı icra edin. Yenə 12,5 sonra proqramı Error icra verir. edin. Yəni 21'də nə oldu? 21'də neynə deyir? Error verir. Kəsrə çevir. Sətirdən kəsrə Kəsrə çevir. çevir deyir 12,5. Onda 20'də də 20'də də bəli 12,5. Kəsir, əksi kəsir deməkdir də. Float kəsir deməkdir. Əmrlərə əzbər Amma bilmək müəllim, istəyənlər. bayaqları mənim int olanda olmadı. Error verdi. Ona görə soruşuram. O axı sətr tipi idi. Sətr float amma nə olur olsun. Nə olur Ha, olsun. o deyil, fərqi. Aha. 22. Yenə kəsrə çevir A bəndi. 23. Hə, müəllimlər 1 slash 2 slash. Bunlar nə deməkdir? 1 slash neynir? 2 slash neynir? Bölmədir. Mən tam böldüm. Slash bölmə. 2 Bir slash də slash tamı tamı götürürük. Tamı götürürük. 1 slash yəni slash tək tapdı. slash isə adi Bölmədir. bildiyimiz
bölmə, o nöqtəli bölmə nətər idi? Burada da Bəli. həmin bölməni yerinə yetirir. Amma iki Üç ilə slash tam. verirsə, bu tamı göstərir. Tamı. 23-də adi bölmə 12-nin 6-ya böləndə 2 Y bəndi. 24 find 0-30 aralığında 3. Yəni bu verilən sətirlərdə 3-ü tap. 3-də 0, 1, 2 sayırıq 12-ci olur. 25 proqramı icra edin. Müəllimlər, sep sözlərin arasına nəsə artırır. Burada da mənə deyir ki, sözlərin arasına defs artır, Tire. o da olur A bəndi. 26 sep slash n. Bu verilən sətiri Altı, sütun altı. şəklində yaz deməkdir. O da olur Y bəndi. 27 an hecalarının sayını istəyir. Burada 2 dənə an var. 28 yenə A'ları sayır. 3 dənə A var. Müəllimə balaca hərflə böyük hərfin fərqi yoxdur orada. Yox, fərqi yoxdur. 29 K'ları say deyir. Burada da K yoxdur, yəni 0 dənədir. 30 strip Strip boşluqları silmək demək, də müəllimə. hər iki Boşluqları tərəfdən silir, qalır A bəndi. A var. 31 burada nə istəyir? Replace müəllim Evet. Səmədzadə. Yəni Əvəz et. müəllim sözünü deyir, Səmədzadə sözü ilə əvəz elə, bu da olur A bəndi. 32 capitalize. Capitalize ilk hərfi böyük yaz deməkdir. 33 Appe bütün hərfləri böyük yaz deməkdir. Bu da olur B bəndi. Qaldı mı? 34'te Bir Lover dəqiqə. hamısını yaz. Burada nə deyir? Lover, bu hamısını kiçik yaz deməkdir. Bu da olur Y bəndi. 35'də də sadə proqramdır. 4-ün üstünə 5 gəldir. Bu da verir 9. Bu hissəsi asandır. Görək sonra necə olacaq.